Hamıya salam, hər birinizi yeni videomda salamlayıram. Bugün adi bir günümü çəkmək istəyirəm. Səhərim necə başlayır, saat neçədə dururam və 3 uşaq anası eyni zamanda işləyən bir qadın olaraq adi günüm necə keçir. Artıq gördüyünüz kimi bugün təxminən 6-15 dəqiqə qalmış oyanmışam. Hal-hazırda 7-yə işləyib və mən gedirəm gəzməyə. Gəzib gələndən sonra isə qatığı götürüb yerinə qoyuram. Dünən kənd südündən qatıq mayalamışdım, onu qoydum və hal-hazırda 8-ə qalıb mən gəlmişəm evə və indi isə davam edəcəm ev işlərimi görməyə. Getməmiş bir kusok çörək yemişdim. Mən gedəndə gəzməyə heç vaxt ac getmirəm, çünki mən ac gedə bilmirəm. Ona görə biraz yemişdim, amma gələndə düşündüm ki, yolda nə bişirim ki, bütün ailə də yesin və belə qərara gəldim ki, kaşa bişirəcəm. Kaşanı bişirdim, özümə çıxartdım. Səhər yeməyimi yedim artıq və istəyirəm göstərim masamın nə vəziyyətdə olduğunu. Burada deməli dünən futbol olduğu üçün onlar futbola baxıblar, yoldaşım, uşaqlar. Tum çırtlayıblar və hər şeyi belə qoyublar. Mən isə vaxtında yatmağa getdim, çünki tezdən durmalıydım. İndi isə mən bütün bunları sizinlə birlikdə yığışdırmaq istəyirəm. Mən bu vaxtı çox sevirəm, çünki bu vaxt heç kim yoxdur, hamı yatır və mən hamı oyanana qədər özümə vaxt ayıram. Səssizlikdə bir az düşünə, işləyə bilirəm. Əgər mən səhər bu vaxtı özümə ayıra bilirəmsə, hesab edirəm ki, günüm uğurlu keçib. Həftədə 2 dəfə saat 8-də mən ingilis dili dərsi ilə məşğul oluram. Ona görə də indi tez-tez buranı yığışdırıram ki, saat 8-ə qədər hazır olum və onlayn dərs keçməliyəm. Daha doğrusu, onlayn dərsə qoşulmalıyam. Qab yumağa vaxt ayıra bilməyəcəm deyənə hamısını qabıya maşına qoyub maşını işə salıram. Nə qədər tez dursam da mənə yoldaşlıq eləyənlər bu pişiklərdir. Həmişə yanımda olurlar. Və qalan bəzi qabları isə əlinə yuyacam və rakovinanı həmişəki kimi domestosla yuyacam. İndi isə sizinlə yaxşı bir resept paylaşmaq istəyirəm. 2 gündür ki, dalbadal bu piroq bişirirəm. Bunu düzü çoxdan bişirmişdim. Mənim kanalımda shorts videoda var. Bunun reseptini bölüşmüşdüm. Deməli siz də mənim kimi varenya, mürəbbə suyunu bilmirsinizsə hara edəsiniz, tullamaq da həyifiniz gəlirsə. Sizdə bilmirəm necə, məndə demək olar ki, bütün mürəbbələrin suyu qalır. Məndə uşaqlar da məndə tumlarını yeyirik, dənələrini yeyirik, amma ki suyu qalır. Ona görə bu suyu atmamaq üçün həyifdir, o qədər ora şəkər gedib, meyvənin suyudur. Bunları hamısını tullamamaq üçün qəşəng bir resept tapmışam. Dediyim kimi bunun shortsu artıq mənim kanalımda çoxdandır ki var və indi də son bu vaxtları varenyalar demək olar ki yeyilib qutarıb, amma siropları qalıb. Mən yenə də bu piroqdan bişirməyə başlamışam. Axşam bişirmişdim və mən işə gedib gələn kimi gördüm ki, piroq artıq yoxdur, o qədər dadlı olur. İndi isə istəyirəm səhər hamı yatanda bir dəfə də bunu bişirim, çünki uşaqlarım istəyir, həm də dediyim kimi sirop da qalmasın. Bunun üçün nə götürürük? Bunun üçün bir stəkan varenya siropunu götürüb, fərq etməz. Bu ağ gilasdır, ağ siropdur, yoxsa tünd rəngdə olan varenyaların siropudur. Sadəcə olaraq biraz piroqun rəngi tündürsə, tünd olacaq, açıq rəngdədirsə açıq qalacaq. Bir qab, bir stəkan deməli sirop götürürük. Bütün bu götürdüklərimiz hamısı eyni stəkanda, eyni ölçüdə götürün. Və bir stəkan eyni ölçüdə olan un götürürük. Bir çay qaşığı isə soda götürürük. Ən birincisi varenyanın siropunu tökürük qaba. Üzərinə soda töküb yaxşı-yaxşı çalırıq ki, tam köpüklənsin. Köpüklənəndən sonra bura 3 dənə yumurta əlavə edirik, bir də çalırıq. Sonra yarım stəkan duru yağ əlavə edirik, bitki yağı və bir stəkanda un əlavə edirik. Əslində bunun reseptində bir stəkanda şəkər tozu var. Mən eləmədim, çünki çox şirin olur mənim üçün, amma öz reseptində bu var. Ona görə bunu siz istəyirsinizsə qata bilərsiniz, istəmirsinizsə qatmayın. Mənim üçün bir stəkan siropla bu o qədər şirin olur ki, elə bil ki 1-2 stəkan şəkər tozu atılmış kimi. Ona görə əlavə bura şəkər qatmaq istəmədiyimdən qatmıram. Sonra bunları hamısını yaxşı-yaxşı qarışdırırıq və bir dənə qabın içinə töküb qoyuruq 180 dərəcədə, haradasa bir 20-30 dəqiqəyə. Burada isə artıq işə getdim və öz səhər olan uşaqlarımın dərsini keçib gəlmişəm. İndi isə mən təmizlik etmək, otaqdakı bu səliqəsizliyi yığışdırmaq istəyirəm. Ümumiyyətlə təmizlik etmək mənim üçün sadəcə bir ev işi deyil qızlar. Masanın üzərindəki səliqə səhmanı, beyindəki fikirləri necə qaydada saldığını fərq etmişsiniz. Mən hər şeyi öz yerinə qoyub masanın üzərini silənə qədər paralel olaraq gün ərzindəki planlarımı da sistemləşdirirəm. Çoxlu analar məni anlayar, böyük ailəm və işin olanda gün inanılmaz dərəcə sürətlə uçub gedir. Əgər səhər bu saatları yaxalaya bilməsəm, deməli axşama qədər artıq özünə aid deyilsən. Ona görə də mən bu vaxtı çox qiymətləndirirəm. Hətta bunun yarısı təmizliyə getsə belə, hər bir halda bu mənim şəxsi vaxtımdır.
Bizdə Emil hələ də pilisos səsindən qorxur. Ona görə gəlib nəsə axtaranda mütləq mənə deyir ki, pilisosu söndürmə, amma mən gəlib filan şeyi götürürəm. Ona görə mən də söndürürəm. O da götürür. Bir ara düzdür özü pilisoslayırdı, amma indi yenə də nəsə pilisosdan qorxur. Düzdür əvvəlki kimi lap belə dəhşət dərəcədə qorxmur, amma yenə də istəyir ki, özü gələndə mən pilisosu saxlayım. O nə deyir, elədir bizdə də. Ona görə də çalışıram ki, elə eləyim. Ümumiyyətlə uşaqlarda qorxu varsa nəyəsə qarşı saç kəsməyə, çinməyə çalışın ki, onu daha da çox qorxutmayın. Yavaş-yavaş dilə alaraq, dilə tutaraq yavaş-yavaş çalışın ki, bunları uşaqları öyrəşdirəsiniz. Amma belə bəzən deyirlər biz tutduq onu, saçını kəsmək istəmirdi uşaq, amma biz tutduq və fikir vermədik ona, tez kəsdiyi deyirlər. Ya da ki, pilisosdan qorxur, amma gətirirlər uşağın yanına ki, güyəmiş bununla qorxusu keçər. Yox, belə olmur. Əgər sizin uşağınız nədənsə qorxursa, özünüzü onun yerinə qoyun. Siz əgər nədənsə qorxursunuz, məncə hər bir insanın qorxduğu bir şey var. O qorxunun yanında sizi tək saxlasalar, hamı da sizə belə sadəcə olaraq bir qıraqdan baxsa, siz özünüzü necə hiss edərsiniz? Ona görə bunu düşünün və heç vaxt uşaqları belə məcburən qorxudan azad etməyə çalışmayın. Uşaq yavaş-yavaş böyüdükcə anladıkça bunu nədirsə, məsəl üçün yavaş-yavaş böyüdükcə Emil başa düşəcək, bu sadəcə pilisosdur, bunu biz qoşuruq, qoşanda səs gəlir, biz onu çıxardanda, söndürəndə səsi gəlməyəcək, ya da ki, saç kəsəndə uşaq yavaş-yavaş böyüdükcə başa düşəcək ki, bu sadəcə saç kəsilir, ona heç nə olmur və yavaş-yavaş bunu anladıkca və bu qorxuları da keçəcək. Amma məcbur edib qorxusu keçəcək deməklə bu düzgün deyil, çünki qorxusu keçməyəcək, daha da çox travma alacaq. Yenə də sizə burada saatı göstərim. 2-nin yarısıdır. Tez yeməyimi yeyib qaçıram işə. İşə qaçdım, bir uşağım gəlməmişdi. Ona görə də o arada mən baş çəkdim yanımızdakı mağazinə. İşimin yanındakı olan bu mağazinə və istəyirəm sizə də göstərim. Belə gözəl konteynerlər, cəmi 2 manata. Bu mağazində hər şey var. Qab-qacaqdan başlayaraq paltaracan hər şey burada var. Həm də oyuncaqlar. Mən bura əslində gəlmişdim. Oyuncaqlara baxım uşaqlar üçün yenə təzə bir şeylər alım, amma oyuncaq bu dəfə tapmadım. Baxın, amma nə gözəl dəst var. Xaladenika nəsə içinə qoymaq. Qəşəng ağır dəst idi. Emalirovanlı idi və cəmi 20 manata içində 4 dənə var idi. Bunlar da çox xoşuma gəldi. Çox gözəl balaca tarelkalar 10 manata. Belə bir hamam üçün pərdə də var idi və belə balaca kruşkalar. Bu da oyuncaq atzelinə girdim. Baxmaq istədim ki, burada təzə nələr var, amma təzə bir şeyləri özüm üçün görmədim. Amma sizə göstərmək istəyirəm ki, burada baxın, belə balaca maşınlar var. Cəmi 5 manata, uşaqlara maraqlı ola bilər. Balıqlar var. Mən isə özümə belə bir tarelkalar aldım. Bunlar da uşaqlar üçündür. Belə əlini salırlar bura, topu atırlar. Top isə tarelkaya yapışır. Belə kofe maşını da var idi burada cəmi. Bu da 5 manat idi, səhv etmirəmsə. Artıq axşam oldu, saat 7-nin demək olar ki, yarısıdır. Mən isə gəlmişəm evə və indi istəyirəm, getməmiş hər bir şeyi etmişdim, amma yerləri silməyi çatdırmamışdım. Gələndən sonra indi istəyirəm yerləri də par aparatıyla silim. Mənim üçün təmiz döşəmə rahatlıq əsasıdır qızlar və buxarın səthlərdən keçərək bütün artıq şeyləri yox etdiyi bu hissi çox sevirəm. Ev sanki yenilənir və iş həmçinin yeni işlər üçün dərhal enerji yaranır. Amma elə bilməyin ki, mən siləndə hamısı da hardasa oturur, gəzmir. Yox, mən buradan silirəm və indi görəcəksiniz ki, Emil o yana da gedir, bu yana da gedir. Söz vermişdi ki, divanda oturacaq, mənə maniçilik etməyəcək, amma burada görəcəksiniz ki, heç dediyi sözə əməl etmir. Bilmirəm valla, əvvəl necə bunu polları silirdim və bu par-aparatsız yaşayırdım. Əslində bunu siləndə bütün köhnəlmiş, nə bilim nəsə tökülüb yerdə şirin bir şey, uşaq olan evdə istərsəməz nəsə şirin çay içir, şirin süd içir, nəsə yapışa bilir yerə. Bu şirin şeylər də çox qalanda yerdə sonra çıxmaq bilmir, çətinliklə çıxır. Amma bu par aparatı olandan heç bir bu problemləri yaşamıram. Par aparatından siləndə elə gözəl təmizlənir ki, qızlar, bilmirdim heç bu vaxtaca necə yaşamışam bu aparatsız. Düzdür, gündə ev yerləri silirdim, amma indi o qədər tez-tez silmirəm. Hər yığışdırandan sonra bir dəfə par aparatından keçirim və dediyim kimi çox təmiz olur. Əslində bunu almamış çox fikirləşirdim, almayım lazımdır ya yox. Amma başa düşürəm ki, düzgün seçim etdim və yaxşı ki bunu aldım. Artıq sabahsı gündür, yenə də tez durmuşam, gəzib gəlmişəm. Bugün biraz gec durub getdim gəzməyə, ona görə 9-a işləyib, mən isə istəyirəm ev işlərimi başlayım və bunu paltar yumaqdan başlayıram. Sonra isə özümə vaxt ayırıram və biraz öz işimlə bağlı oxumaq istəyirəm. Və indi buna da biraz vaxt ayırandan sonra yəqin ki, hamı duracaq, mən də başlayacağam yenə də ev işlərimi davam etməyə. Paralel olaraq bugün istəyirəm çörək bişirim, ona görə acıtmadan belə bir xəmir mayasını etmişəm. İndi isə çoxdan da etməmişdim, bu il demək olar ki, yayda elə bir dəfə də etmədiyim 3 bacı dolması eləyəcəm, amma bacıların biri bu dəfə itdi. Evdə pomidorla biber olduğu üçün və səhər olduğu üçün mağazinə getmədim, bunlardan elədim. Onsuz da mənim evdəkilərim daha çox pomidorla biber xoşlayırlar, nəinki badımcan. Badımcanı mən daha çox sevirəm, ona görə özümə
belə deyim, nə vaxt aparmasın deyə, nə əziyyət verməsin deyə getmədim. Mağazinə hələ olan bu tərəvəzlərdən eləyəcəm. Həmişə mən qazanda bişirirdim və qazın üstündə, amma bu dəfə istəyirəm sobada bişirim. Əslində sobada bişirən yeməklər ona görə xoşlayıram ki, qoyursan ora, timeri qoyursan və gedirsən öz işlərini görməyə. Hər dəfə gəlib baxmırsan, qorxmursan ki, yanarlar, eləyərlər. Sadəcə olaraq vaxtını əvvəlcədən düşünüb qoyursan və azad olursan. Ona görə də istədim ki, bu dəfə də bunları sobaya qoyum, sobada bişirim. Mənim bacım çox vaxt belə eləyir, amma mən birinci dəfə edəcəm. Ona görə də baxaq görək necə alınacaq. Və bugün planımda yenə bir şey var. Hansını ki sizə çoxdandır vloglarımda demişdim, amma heç cür ona əlim gəlib çatmırdı, vaxt tapa bilmirdim. Bir də ki suya gülləri qoymuşdum ki onlar da biraz cücərsin. İndi bugünkü vlogumda istəyirəm bunu deyim. Baxın, saat 11-dir, mən isə dolmanı da büküb qoymuşam artıq. İndi isə keçirik balkona və gülləri əkirik. Demişdim ki sizə marojna qabından özüm gül düzəltəcəm və bugün onu da eləyəcəyik sizinlə. Bir də ki, belə bir çaşqam var, hansını ki, yadınızdadsa biz Qəbələyə gedəndə, Qaxa gedəndə yolda almışdıq. Bu çaşqadan 2 dənə almışdıq. Biri mənim üçün, biri isə Emil üçün. Gətirdim evdə sadəcə olaraq polkaya qoymuşdum. Sadəcə o polkanı uşaqlar bilməm necə açıb bağlayırdılar ki, bunun bu dodaq yerləri biraz qırılmışdı. İndi isə istəyirəm onunla da gül əkim. Bu dəfə kəndə gedəndə son dəfə öz yerimizdə ev tikilən sahəmizdən daşlar gətirmişdim. Çünki gülün altına belə daş qoyanda su oradan süzülür və daş qoymur ki, gülün altı nəm qalsın. Ona görə də mən də indi bu qabların içinə biraz daş da qoyacağım və üzərinə torpaq töküb bu gülləri əkəcəm. Güllər hansı rəngdədirsə yadımda deyil. Məndə 3 rəng, bu güldən 3 rəng var. Göstərmişdim sizə, qırmızı, çəhrayı və ağ. Mən də bunları kəsib qoymuşdum. Bəzilərinin üstündə gül qalıb, qırmızı bilinir ki, qırmızıdır, amma hansında gül yoxdur, bilmirəm heç hansı rəngdir. Amma son vaxtları ən xoşum gələn güllərdən biri olan bu geran gülüdür. Qışda da balkonda qala bilir, yayda da gül açır, qışda da gül açır və çox rahat bir gül olduğundan istədim bunu biraz çoxaldım. İndi isə keçək əsas məsələm. Mən sizə demişdim ki, bu marojna qablarını yığıram ki, bunlardan güldan düzəldim. Gül qabı düzəldim. Ya da ki, bunlardan başqa bir orqanayzer də düzəltmək olar, içinə nəsə yığmaq olar. Üstünü nə ilə düzəldəcəm? Belə bir ip almışdım. Metrəsi səhv eləmirəmsə ya 1 manatdır ya da bir neçə qəpikdir. Manata da heç çatmır. Amma tam yadımda deyil, ona görə deyə bilməyəcəm. Bunu yəqin bir aydır ki almışam. Amma heç cür bunu düzəltməyə vaxtım yox idi. İndi isə istəyirəm bunu eləyim, sizinlə də bölüşüm. Sadəcə olaraq kley pistolet götürürük və bu ipi götürürük. Kley pistoleti vururuq və üzərindən bu iplə bütün bu qabın üstünü fırlana doldururuq. Bununla da işimiz bitəcək. İndi görəcəksiniz ki, nə gözəl nəticə alınacaq. Mən ümumiyyətlə belə əl işlərini çox xoşlayıram. Bəzi insanlar heç xoşlanmır, amma zövqlər müxtəlifdir. Mənim xoşuma gəldiyi üçün mən isə düzəldirəm. Və bu ipin yerinə başqa nələrsə də götürüb belə yapışdıra bilərsiniz kley pistoletlə. Bunu başqa bir parçadan, lentdən, daha sizin zövqünüzə daha çox nə uyğundursa, rəngli istəyirsinizsə rəngli iplərdən, nədən istəyirsinizsə düzəltmək olar və çox sadə və çox rahat düzəlir. Beləcə məndə 3 dənə müxtəlif qabda eyni güllər alındı. Baxın nə gözəldir, məncə çox gözəl alındı və başqa yerlərə qoymaq olar bunları. Mən isə indi artıq yeməyə hazırlaşıram, salat elədim evdə olan tərəvəzlərdən. İndi isə sonunda istəyirəm bu şkafın içini də yığışdırım, çünki çoxdan da yığışdırmamışdım. Toz torpaq var və ayaqqabı ləkələri var. İndi isə buna keçəcəm və bununla işlərimi bitirəcəm. Yığışdırarkən artıq geymədiyimiz, balacalışdığı və payızdan qalan ayaqqabıları götürdüm. Geymədiklərimizi atdım. Payızdan qalanları biraz axıra yığdım ki, bizə maneçilik etməsin ayaqqabımızı tapmağa və hər yeri sildim. Çox gözəl oldu, çox təmiz oldum. Burada nə qədər silsəm də gəlib ayaqqabını çıxardan kimi yenə də toz torpaq olur. Baxmayaraq ki, yaydır. Bizdə yayda da toz olur, qışda da palçıq olur. Hər iki mövsümdə də yenə də bu ayaqqabı yeri o qədər də təmiz qalmır. Amma yenə də çalışıram ki, bunu edim, təmiz saxlayım. Baxın, tez durduğum üçün 2 gün ərzində nə qədər çox şey çatdıra bilmişəm.
Tez durmaq mənim üçün bütün işləri çatdırmağın və sevimli özümə vaxt ayırmağın ən böyük çıxış yoludur. Ümid edirəm ki, mən sizin üçün də motivasiya ola bildim. Gün ərzində hər şeyi çatdırmaq istəyən, amma bu hər zaman alınmayan mənim kimi qadınlara motivasiya ola bilirəm. Düşünürəm ki, hətta bu sizdə hər zaman alınmırsa belə heç bir qorxusu yoxdur. Məndə də hər zaman alınmır, amma mən bunu etməyə çalışıram və sizin üçün, mənim kimi qadınlar üçün, hətta işləməyən qadınlar üçün və motivasiya olmaq istəyirəm. Bilirəm ki, evdə oturanda sadəcə işləyən qadınlardan da daha çox işləyirsiniz. Ona görə də ümid edirəm ki, bu video xoşunuza gəldi. Videolarımı qaçırmamaq üçün like qoyun, kanalıma abunə olun. Hamınızı sevirəm, qucaqlayıram, özünüzü qoruyun.